Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Keçən video izahımızda sadə zamanlar və sadə davam edici zamanlara aid olan testlərin bir hissəsinin izahını vermişdim. Gəlin indi isə növbəti yerdə qalan testlərin izahını verək. 80-cı sualımıza qədər izahımızı vermişdik. Gəlin 81-ci sualımızdan başlayaq. Baxırıq, if var, şərt budaq cümləsi. Bilir ki, şərt budaq cümləsində gələcək zaman olmaz. C, D variantı avtomatik çıxır. Burada anything törəmə əvəzliyidir. Törəmə əvəzliklə xəbər nədə olurdu? Təkdə olurdu. Burada xəbərimiz cəmdə olduğuna görə A variantı ola bilməz. Burada uzlaşma yanlışdır. İndiki sadə zamanla gələcək, keçmişə nəzərən gələcək sadə zaman olmaz. Düzgün cavabımız nə qalacaq? Y variantı. İndiki sadə zaman, gələcək sadə zaman. 82-ci sualımıza baxaq. When var. Zaman budaq cümləsində gələcək zaman olmaz. A variantı ola bilməz. D variantı ola bilməz. Düzgün cavabımız burada B variantı keçmişlə sadə davam edici zaman. C variantı ola bilməz. İndiki bitmişlə keçmiş bitmiş zaman uzlaşmır. Y variantında da indiki sadə ilə keçmiş sadə zaman uzlaşmaz. 83-cü sualımıza baxaq. When var. When-dən sonra gələcək zaman olmur. Avtomatik B-ya variantı gedir. Deməli, C variantında keçmişlə indiki bitmiş zaman olmaz. Həm də ki, V-dən sonra bitmiş zaman olmaz. D variantında hər şey qaydasındadır. Baxaq. Bəli, keçmişlə keçmiş sadə davam edici zaman. D variantımız düzgün cavabdır. A variantımızda da deməli, friend sözü burada cəmdə olduğuna görə xəbərimiz təkdə ola bilməz. 84-cü sualımızda. When var, when-dən sonra gələcək zaman olmur. A, C variantı avtomatik çıxır. Keçmiş sadə ilə indiki bitmiş zaman uzlaşmaz. C variantı yanlışdır. Yenə Y variantında indiki bitmişlə keçmiş sadə zaman uzlaşmaz. Y variantı yanlışdır. Düzgün cavabımız nə qalır burada? B variantı. When var, when-dən sonra gələcək zaman olmaz. Avtomatik A variantı gedir. Deməli, burada C variantında gələcək sadə ilə indiki keçmiş sadə zaman uzlaşmır. C variantımız yanlışdır. Burada verindən sonra bitmiş zamanlar olmaz. D variantı yanlışdır. B variantında deməli, burada gək üçüncü şəxsin təkində olduğuna görə S olmalıdır. Feilimizin sonunda B variantı yanlışdır. Düzgün cavab qalır nə? Y variantı. Keçmiş sadə ilə keçmiş sadə. 86-cı sualımıza baxırıq. As soon as var. As soon as-dan sonra gələcək zaman olmur. Avtomatik 3, 5-ci variantlarımız, bəndlərimiz çıxır. Deməli, bir doğrudur. Keçmiş sadə ilə keçmiş sadə zaman uzlaşır. İndi gələcək sadə ilə baş cümlə gələcək sadədə, bu da cümlə indiki sadə zamanda 2 doğrudur. Deməli, 4-də keçmiş sadə ilə indiki bitmiş zaman uzlaşmaz. Düzgün cavab ona görə qalır nə? C variantı. 87-ci sualımıza baxırıq. As soon as var. Deməli, baş cümlə indiki sadə zamanda, budaq cümlədə deməli, çox üzr istəyirəm. Deməli, baş cümlə gələcək sadə zamanda, budaq cümlə indiki sadə zamanda variantımız doğrudur. Deməli, 1 olar. 2-yə baxırıq. Zaman budaq cümləsində gələcək zaman olmaz. 2 yanlışdır. 3-də keçmiş sadə olur. 3 doğrudur. 4-də keçmiş sadə zaman, indiki bitmiş zaman uzlaşmır. 4 yanlışdır. Yenə zaman budaq cümləsində gələcək zaman olmadığına görə 5 yanlışdır. Düzgün cavabımız qalır nə? Y variantı. 88-ci sualımıza baxırıq. When bağlayıcısı var burada. Deməli, baxaq bəndlərimizə. Deməli, B variantında keçmişlə indiki bitmiş zaman uzlaşmır. B variantı yanlışdır. Keçmiş bitmişlə indiki bitmiş zaman uzlaşmır. D variantımız yanlışdır. C variantı yenə indiki bitmişlə keçmiş zaman uzlaşmır. C variantımız yanlışdır. Zaman budaq cümləsində gələcək zaman olmaz. Y variantı yanlışdır. Buradan olacaq A variantı keçmişlə keçmiş. When bağlayıcısı var. Yenə baxırıq uzlaşmaya. İndiki bitmiş zaman, keçmiş sadə zaman uzlaşmır. A variantı getdi. Düzgün cavabımız qalır nə? B variantı keçmişlə keçmiş. C variantı ona görə yanlışdır. Verindən sonra indiki bitmiş zaman olmaz. Həm də ki, uzlaşma pozulub. Keçmiş bitmişlə indiki bitmiş olmaz. Verindən sonra gələcək zaman olmaz. D variantı yanlışdır. Y variantda yenə keçmiş bitmişlə indiki bitmiş zaman uzlaşmır. If-dən sonra şərt budaq cümləsində gələcək zaman olmur. A getdi.
D getdi, will var, will var. Y variantımız da yanlışdır. Baxırıq variantlarımıza. Deməli, burada indiki sadə ilə keçmiş sadə uzlaşmır. Düzgün cavabımız qalır nə? B variantı. If var, şərt bu da cümləsində gələcək zaman olmur. Avtomatik A, B variantımız gedir. İndiki sadə ilə keçmiş sadə uzlaşmır. C variantımız yanlışdır. Keçmiş sadə ilə indiki bitmiş zaman uzlaşmır. Y variantımız yanlışdır. Deməli, bu da cümləmiz keçmiş sadə, baş cümlə gələcək sadə zamanda düzgün cavabımız olacaq nə? D variantı. 92-ci sualımıza baxırıq. Val var. Valın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar olmaz. Bitmiş zaman, bitmiş zaman, gələcək zaman, bitmiş zaman. Cavab nə qaldı elə? Avtomatik A variantı. Yəni burada val bağlayıcısı var. Deməli, bitmiş zamanlar, gələcək zamanlar olan variantı çıxırıq. Bitmiş zaman, bitmiş zaman, gələcək zaman, bitmiş zaman. Düzgün cavabımız nə qalır? Elə A variantı. 94-cü sualımızda val bağlayıcısı var. Yenə deyirəm, valın sağında və solunda fərq eləməz. Bitmiş zamanlar, gələcək zamanlar olmur. Bitmiş zaman var. Deməli, bitmiş zaman var. Bitmiş zaman var. Keçmiş sadə ilə indiki davam edici zaman uzlaşmır. B variantımız yanlışdır. Düzgün cavab nə olacaq? Keçmiş sadə ilə keçmiş sadə. Düzgün cavab qalır nə? C variantı. 95-ci sualımızda da val bağlayıcısı var. Deməli, sağında və solunda işlənmiş bitmiş zamanlar, gələcək zaman olan variantları çıxırıq. Bitmiş zaman var, A getdi. Bitmiş zaman var, D variantımız da getdi. Bitmiş zaman var, Y də getdi. Düzgün cavabına qalır. B ilə C variantı burada keçmişlə indiki sadə davam edici zaman uzlaşmır. B variantımız da olar, olmaz. Düzgün cavabına qalır C variantı. 96-cı sualımıza baxırıq. Val bağlayıcısı var. Valin sağında solunda bitmiş zamanlar olmaz. Gələcək zamanlarda olmaz. A, B variantı avtomatik çıxır. Bitmiş zaman var, C variantı olmaz. Deməli, keçmiş sadə ilə indiki sadə davam edici zaman olmaz. Düzgün cavabımız nə qalır? Y variantı. Val bağlayıcısı var. Bitmiş zaman var, ola bilməz. Bitmiş zaman var, ola bilməz. Bitmiş zaman var, ola bilməz. Deməli, keçmiş sadə ilə indiki sadə davam edici zaman olmaz. D variantımız da yanlışdır. Cavab nə qalır? Y variantı. 98-ci sualda if var, şərt bu da cümləsində gələcək zaman olmaz. A variantı olmaz. B variantı olmaz. Want will notun qısa formasıdır. Avtomatik D ilə Y variantımız da olmaz. Düzgün cavab nə qalır? C variantı. Baş cümləmiz gələcək sadə zamanda. Bu da cümləmiz də indiki sadə zamanda. C variantı. If var. Bu şərt bu da cümləsində gələcək zaman olmaz. Olmaz. Gələcək zamandır. Gələcək zamandır. Gələcək zamandır. Düzgün cavab nə qalır? Y variantı. Baş cümləmiz gələcək sadə zamanda. Bu da cümləmiz indiki sadə zamanda. Val var. Bitmiş zamanlar, gələcək zamanlar işlənmiş variantları çıxırıq. Gələcək zaman var. Gələcək zaman var. Bitmiş zaman var. Deməli, C ilə A variantı qalır. C variantda keçmiş sadə ilə indiki sadə davam edici zaman uzlaşmır. C variantımız olmaz. Düzgün cavab nə qalır? A variantı. Val bağlayıcısı var. Yenə sağında solunda bitmiş zamanlar, gələcək zaman işlənmiş variantları çıxırıq. Baxın, bitmiş zaman, bitmiş zaman. Düzgün cavabımız nə qalır? D variantı. Keçmiş sadə zaman, keçmiş sadə davam edici zaman. 102-ci sualımıza baxırıq. Val bağlayıcısı var. Yenə bitmiş zamanlar, gələcək zamanlar işləmiş variantları çıxırıq. Bitmiş zaman var. Bitmiş zaman var. İndiki sadə davam edici zamanla keçmiş sadə zaman uzlaşmır. B variantı olmaz. Düzgün cavabımız nə qalır? C variantı. Val bağlayıcısı var. Deməli, bitmiş zamanlar işləmiş variantları çıxırıq. A variantı olmaz. C variantı olmaz. Bitmiş zaman var. Y variantı olmaz. Bitmiş zaman var hər iki tərəfdə. Deməli, keçmiş sadə davam edici, keçmiş sadə davam edici zaman uzlaşır val bağlayıcısında. Düzgün cavabımız nə qalır? D variantı. B variantımız da ona görə çıxır ki, indiki sadə davam edici zamanla keçmiş sadə zaman uzlaşmır. Val bağlayıcısı var.
Yenə valin sağında solunda işləmiş bitmiş zamanlar, gələcək zamanlar işləmiş variantları çıxırıq. Bitmiş zaman var, bitmiş zaman var, bitmiş zaman var. A variantında keçmiş sadə davam indiki sadə davam edici zamanla keçmiş sadə zaman uzlaşmır. A variantımız olmaz. Düzgün cavabımız nə qalır? B variantı. While var. While-in yenə sağında sonunda bitmiş zamanları, gələcək zamanları çıxırıq. Gələcək zamanda var, bitmiş zamanda. A ola bilməz. Bitmiş zaman var, bitmiş zaman var, bitmiş zaman var. Düzgün cavabımız nə qalır? Y variantı. Keçmiş sadə davam edici, keçmiş sadə zaman. Ümumiyyətlə, while işləmiş cümlədə uzlaşma belə gedir. While-in sağında solunda fərq istər sağda olsun, istər solda olsun. While işləmiş cümlədə deməli keçmiş sadə zaman uzlaşır. Keçmiş davam edici, keçmiş davam edici. Keçmiş sadə davam edicidən söhbət gedir. Və yaxud da keçmiş davam edici. Eynən indiki sadə zamanda. İndiki sadə davam edici, indiki sadə davam edici, indiki sadə davam edici. Yəni sadə zamanlar bir-birindən uzlaşır. Baxırıq 106-cı sualımıza. When var. Baxaq. Deməli, verdən sonra gələcək zaman ola bilməz. Avtomatik D, Y variantı gedir. Deməli, cavab olacaq A variantı. Keçmiş sadə davam edici, keçmiş sadə zaman. B variantı ona görə olmur ki, uzlaşma pozulub, həm də verdən sonra bitmiş zaman, indiki bitmiş zaman işlənmir. Eynən C variantı, indiki sadə ilə keçmiş bitmiş zaman uzlaşmır. Düzgün cavabımız qalır nə? A variantı. When bağlayıcısı var. Verdən sonra gələcək zaman işləmiş variantları çıxırıq. A, D avtomatik çıxır. Verdən sonra indiki bitmiş zaman olmur. Həm də keçmişlə indiki bitmiş zaman uzlaşmaz. Burada yenə indiki sadə ilə keçmiş bitmiş zaman uzlaşmır. Düzgün cavabımız nə qalır burada? Y variantı. 108-ci sualımıza baxırıq. Deməli, when var. İndiki sadə ilə indiki sadə zaman uzlaşa bilər. 1 doğrudur. Keçmiş, indiki sadə zaman uzlaşmır, 2 ola bilməz. Verdən sonra bitmiş zaman olmaz, 3 yanlışdır. Baxaq. Verdən sonra gələcək zaman olmaz, 4 olmaz. 5-də budaq cümlə indiki sadədə, baş cümlə keçmiş sadədə. Düzgün cavabımız nə qalır? 1, 5, C variantı. %9-cu sualımıza baxırıq. Deməli, when var. Budaq cümlə indiki sadə zamanda, baş cümlə gələcək sadə zamanda. 1 doğrudur. Keçmişlə keçmiş uzlaşır, 1, 2 olar. Baxaq. Deməli, burada indiki sadə zaman olar. Düzgün cavabımız elə nə qalır? 1, 2, 3. When işlənmiş cümlədə, deməli, budaq cümlədə gələcək zaman olmur, 4, 5 olmaz. 110-cu sualımıza baxırıq. Zaman budaq cümləsində gələcək zaman olmur. Yəni, budaq cümlədə burada gələcək zaman hansı işlənib? 2, 5 avtomatik çıxır. Budaq cümlə indiki sadə zamanda, baş cümlə gələcək sadə zamanda olar. 1 doğrudur. İndiki sadə ilə indiki sadə zaman uzlaşır. Keçmiş sadə ilə də keçmiş sadə uzlaşa bilər. Düzgün cavab nə qaldı? 1, 3, 4, C variantı. While var. While bağlayıcı işləmiş cümlədə, while-in sağında solunda, yenə deyirəm, bitmiş zamanlar, gələcək zamanlar olmur. Gələcək zaman var, gələcək zaman var. Deməli, baxırıq, burada tim üçüncü şəxsin təkində olduğuna görə feilimizin sonunda yes olmalıydı. B variantı olmaz. Burada da indiki sadə ilə keçmiş sadə davam edici zaman uzlaşmır. A variantı olmaz. Düzgün cavabımız nə qalır? C variantı. Keçmiş sadə davam edici zaman. While bağlayıcısı var. While-in sağında sonunda gələcək zaman var. Bitmiş zamanlar işləmiş variantlar olmaz. Gələcək zaman var, gələcək zaman var. Baxırıq. Burada deməli, keçmişlə keçmiş uzlaşır. Burada Mike üçüncü şəxsin təkində olduğuna görə yes olmalıydı. B variantında olmaz. Burada da C variantında indiki sadə ilə keçmiş sadə davam edici zaman uzlaşmaz. Düzgün cavabımız nə qalır? A variantı. 113-cü suala baxırıq. Şərt budaq cümləsində, yəni burada budaq cümlədə gələcək zaman olmaz. Deməli, variantlarımız, gələcək zaman işləmiş variantlarımız çıxır birinci tərəfdə. Düzgün cavab nə qalır? 1, 2, D variantı. Yəni, burada if var. Şərt budaq cümləsində, burada if işlənmiş cümlədə gələcək zaman olmaz. Nə qalır? 1, 2, C variantı.
As soon as var. As soon as'dan sonra gələcək zaman olmaz. 2 getdi. Sent bir də past. Keçmişlə keçmiş uzlaşır. Və deməli keçmişlə indiki bitmiş zaman uzlaşmır. Gələcəklə indiki sadə davam edici zaman uzlaşır. Burada da indiki bitmişlə keçmiş sadə zaman uzlaşmır. Cavab nə qaldı? 1 ilə 5. Bu da səhv eləmirəmsə A variantındadır. Bəli, 115-də olacaq A variantı. 116-cı sualımıza baxırıq. When var. Deməli, bitmiş zaman var, olmaz. Gələcək zaman var, olmaz. İndiki bitmişlə keçmiş sadə zaman uzlaşmaz. Cavab nə qalır? 1-2 D variantı. 117-ci sualımıza baxaq. While bağlayıcısı var, gələcək zaman var, sağında sonunda gələcək zamanlar, bitmiş zamanlar olmaz. Deməli, bitmiş zaman var, bitmiş zaman var. Düzgün cavabımız nə qalır? C variantı. While bağlayıcısı var. Yenə bitmiş zamanlar, gələcək zamanlar işlənmiş variantları çıxırıq. A getdi, D getdi, Y getdi. Deməli, keçmişlə keçmiş uzlaşır. B variantımız doğrudur. Burada indiki baxırıq. While'dan sonra gələcək zaman olmadığına görə C variantı da gedir. While bağlayıcısı var. Yəni while'ın sağında sonunda bitmiş zamanlar, gələcək zamanlar işlənməz. Avtomatik bitmiş zaman var, bitmiş zaman var, bitmiş zaman var. Deməli, baxırıq C variantında. İndiki ilə keçmiş zaman uzlaşmadığına görə C variantı olmaz. Düzgün cavabımız qalır nə? B variantı. 120-ci sualımıza baxırıq. While var, yenə while'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar işlənmiş variantları çıxırıq. Bitmiş zaman var, A getdi. Bitmiş zaman var, D getdi. Bitmiş zaman var, Y getdi. Deməli, D variantı, C variantında da keçmiş sadə ilə indiki sadə zaman uzlaşmaz. C variantı alınmışdır. Düzgün cavabımız qalır nə? B variantı. While bağlayıcısı var. Yenə while'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar işləmiş variantları çıxırıq. Gələcək zaman var, bitmiş zaman var, bitmiş zaman var, gələcək zaman var. Cavab nə qaldı? C variantı. 22-ci sualımıza baxırıq. When var. When'dən sonra deməli, baxaq uzlaşmaya. İndiki bitmişlə keçmiş sadə zaman uzlaşmır. İndiki sadə ilə keçmiş sadə zaman uzlaşmır. Keçmiş bitmişlə indiki sadə zaman uzlaşmır. Keçmiş sadə ilə davam edici zamanla indiki sadə zaman uzlaşmır. Cavab nə qalır? D variantı. While var. Yenə while'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar olmaz. Düzgün cavab elə burada A variantı. Keçmiş sadə davam edici, keçmiş sadə zaman. B variantı olmaz. Keçmiş sadə ilə indiki sadə uzlaşmır. C variantı yenə keçmiş sadə ilə indiki sadə zaman uzlaşmır. Y variantı keçmiş sadə davam edici, indiki sadə zaman uzlaşmır. Yenə burada bitmiş zaman var. Ona görə D variantı olmaz. Düzgün cavabımız qalır nə? A variantı. 124-də while bağlayıcısı var. While'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar olmaz. Bitmiş zaman var, olmaz. Deməli, keçmiş sadə ilə indiki sadə zaman uzlaşmır, A variantı olmaz. Keçmiş sadə davam edici, keçmiş sadə zaman B variantı doğrudur. İndiki sadə, keçmiş sadə zaman uzlaşmır. Keçmiş sadə davam edici, indiki sadə zaman uzlaşmır. Ona görə düzgün cavabımız nə qaldı burada? B variantı. While var. Yəni while'ın sağında sonunda bitmiş zamanlar, gələcək zamanlar işləmiş variantları çıxırıq. Bitmiş zaman var, bitmiş zaman var, gələcək zaman var, gələcək zaman var burada. Will var. Düzgün cavabımız nə qaldı? D variantı. When var burada. Bağlı yenə uzlaşmaya fikir veririk. İndiki bitmişlə keçmiş sadə zaman uzlaşmır. Deməli, burada ikinci tərəfə baxırıq. V var, keçmişdir. Bəli, indiki sadə ilə keçmiş sadə ilə indiki bitmiş zaman uzlaşmır. A variantı olmaz. Deməli, keçmişlə indiki zaman uzlaşmır. Düzgün cavabımız qalır nə? C variantı. Keçmişlə gələcək uzlaşmadığına görə Y variantı da olmaz. Keçmişlə indiki sadə zaman uzlaşmır. D variantımız da yanlışdır. Yenə as soon as var. Burada da yenə uzlaşmaya fikir verməliyik. İndiki sadə ilə indiki sadə uzlaşa bilər. Bir doğrudur. İndiki deməli keçmişlə keçmiş uzlaşır. Keçmiş sadə ilə keçmiş sadə.
Keçmişlə indiki bitmiş zaman uzlaşmır 3 olmaz. Zaman bu da cümləsində gələcək zaman olmaz. Gələcək zaman olmaz. Elə cavab qalır 1-2 variantı. As soon as var. Yenə burada zaman bu da cümləsində gələcək zaman işlənməz. 4-5 avtomatik çıxır. Keçmişlə indiki bitmiş zaman uzlaşmır 3 olmaz. Cavab nə qalır? İndiki sadə, keçmiş sadə. C variantı. If var. Ifdən sonra gələcək zaman olmaz. Deməli A, B variantı avtomatik çıxır. Keçmişlə indiki sadə zaman uzlaşmaz. D variantı olmaz. Deməli baxırıq Y variantında. Keçmiş bitmiş, indiki bitmiş zaman uzlaşmır. Cavab nə qalır? C variantı. When var. When-dən sonra gələcək zaman olmaz. B, A variantı avtomatik çıxır. Düzgün cavabımız olacaq burada C variantı. D variantı da indiki bitmişlə keçmiş sadə zaman uzlaşmır. Y variantda indiki bitmiş, keçmiş bitmiş uzlaşmır. Düzgün cavabımız nə qalır? C variantı. %131-ci sualımıza baxaq. When var. When-dən sonra gələcək zaman olmaz. A variantı yanlışdır. Keçmişlə indiki deməli baxaq burada. Keçmişlə indiki deməli indiki bitmişlə keçmiş sadə davam edici zaman olmaz. Keçmiş indiki sadə davam edici zaman olmaz. Keçmişlə keçmiş uzlaşır. Ona görə düzgün cavabımız nə qalır? Y variantı. When var. When-dən sonra gələcək zaman var baxaq. Yoxdur burada. Deməli gələcəklə keçmiş sadə zaman uzlaşmır. Baxaq görək. Zaman bu da cümləsində gələcək zaman olmaz. B variantı yanlışdır. İndiki ilə keçmiş sadə zaman uzlaşmır. Getdi. İndiki bitmişlə keçmiş sadə zaman uzlaşmır. D variantımız yanlışdır. Düzgün cavabımız nə qalır? Y variantı. 33-cü sualımıza baxırıq. When var. Deməli, keçmişlə indiki sadə zaman uzlaşmır. Keçmişlə indiki sadə zaman olmaz. Keçmişlə keçmiş olar. C variantı doğrudur. Burada deməli, form 3-cü şəxsin təkində olduğuna görə feilimizin sonunda yes olmalı. D variantı yanlışdır. İndiki bitmişlə keçmiş zaman uzlaşmır. Düzgün cavab nə qalır? C variantı. Baxırıq. Gələcəkdə deyil. Görək nə olacaq burada. Deməli, törəmə vəzifələrinin xəbəri nədə olur? Təkdə. Burada indiki sadə ilə keçmişə nəzərən gələcək zaman olmaz. A variantı yanlışdır. Burada keçmişlə gələcək sadə zaman olmaz. B variantı yanlışdır. Deməli, indiki sadə, gələcək sadə zaman olar. C variantımız doğrudur. Deməli, baxaq görək. Burada ikinci tərəfdə nə var? Gələcəkdə deyirsə, ikinci tərəf gələcəkdə zamanda olmalıdır. Ona görə C variantını götürürük. Burada da deməli, ikinci tərəf indiki bitmiş zamanda olmaz. Y variantda ona görə yanlışdır ki, keçmişlə indiki sadə zaman uzlaşmır. Törəmə əvəzliyi var. Soon tezliklə deyir. Gələcək sadə zaman lazımdır ikinci tərəfə. Deməli, baxaq görək. Burada keçmişlə gələcək sadə zaman uzlaşmır. B olmaz. İndiki sadə ilə keçmişə nəzərən gələcək zaman olmaz. C variantımız yanlışdır. İkinci tərəfdə indiki bitmiş zaman olmaz. D variantımız yanlışdır. Keçmiş sadə ilə indiki sadə zaman uzlaşmır. Y variantımız yanlışdır. Ona görə cavab nə qalır? A variantı. Keçmiş sadə ilə gələcəyə nəzərən, keçmişə nəzərən sonra gələcək zaman. A variantı. Afta var. Deməli, baxaq görək. Aftadan sonra gələcək zaman olmaz. C variantımız avtomatik olmaz. D variantımızda gələcəklə keçmiş zaman uzlaşmır. Y variantımızda deməli, keçmişlə indiki bitmiş zaman uzlaşmır. A variantında indiki bitmişlə keçmiş sadə zaman uzlaşmaz. Cavab qalır nə? B variantı. Yəni, burada afta bağlayıcısı var. Deməli, gələcəklə keçmiş sadə zaman uzlaşmaz. İndiki bitmişlə keçmiş sadə zaman uzlaşmaz. Deməli, zaman bu da cümləsində gələcək zaman olmaz. D variantında gələcək zamanla indiki sadə zaman uzlaşır. Düzgün cavabımız nə qalır? D variantı.
Burada da keçmiş sadə zamandan indiki bitmiş zaman uzlaşmır. Y variantımız da ona görə çıxır. Baxaq görək. At the moment deyir. Bu hansı zamanın zaman zərfidir? İndiki sadə davam et zamanı zaman zərfidir. Ona görə düzgün cavabımız nə qalacaq? Burada 2 ilə 4. Baxaq cümləmizə. Xəbərimiz 3-cü şəxsin təkində, mübtədamız nədir? Cəmdə, 3-cü şəxsin cəmdə. A variantı ola bilməz. D variantı ola, B variantı düzgün cavabdır. Burada has ola bilməz. People orada cəmdədir. Deməli, in many countries. Yəni, analar günü qeyd edilir. Bu nədir? Adət alınmış bir hərəkətdir. Onun hansı zamanda veririk? İndiki sadə davam edici zamanda veririk. Ona görə elə düzgün cavabımız nə qalır burada? B variantı. Baxırıq 140-cı suala. Burada yenə event var. Keçmiş. Keçmişin də zaman hansı? Keçmişlə nə özdaşır? Keçmişlə deyir ki, biz heç bir yerə getmədik. Deməli, nə olacaq burada? If, deyir, əgər hava yağışlı olarsa, keçmişlə nə özdaşacaq? Keçmiş. Is was raining olar da burada. Cavab qalır nə? Y variantı. Baxaq, 141-ci sualımıza baxaq. 141-ci sualımızda da yenə if var, şərt budaq cümləsidir. Şərt budaq cümləsində nə olmaz? Gələcək zaman olmaz. Ona görə A variantı, B variantı, D variantı ola bilməz. Variantlarımızın içində keçmişlə gələcək zaman uzlaşmır. Düzgün cavabımız nə qalır burada? C variantı. 141 C variantı. Baxaq 142-ci sualımıza. Okay. 142-də də deməli if you are olacaq burada. Düzgün cavabımız da burada nədir? A variantı. Dünənki partidən söhbət gedir. Hansı zamanın zaman zərfidir? Keçmiş sadə zamanı. Verilən sonra da fikir versək də nə var burada? Keçmiş zaman var. Keçmişdə hansı zamanla uzlaşır? Keçmiş sadə zamanla uzlaşır. Burada keçmiş sadə zaman deməli keçmiş zaman hansıdır? Were talking, deməli keçmiş sadə davam edici zaman. Was talking, keçmiş sadə davam edici zaman. Bu da Z də 3-cü şəxsin cəmində olduğuna görə A variantı olacaq. Vail bağlayıcısı var. Vailin sağında solunda bitmiş zamanlar, gələcək zamanı olmaz. Deməli, baxırıq. A variantda keçmişlə indiki sadə zaman uzlaşmır. B variantda ilə keçmişlə indiki sadə zaman uzlaşmır. C ilə indiki bitmişlə keçmiş sadə zaman uzlaşmır. D variantı yenə keçmiş sadə ilə indiki bitmiş zaman uzlaşmır. Cavab nə qalır? Y variantı. While var. While'ın sağında solunda bitmiş zamanlar, gələcək zamanlar olmaz. Bitmiş zaman var. Bitmiş zaman var. Keçmişlə indiki sadə zaman uzlaşmır. Keçmişlə indiki sadə zaman uzlaşmır. Cavab nə qalır? D variantı. Verilən sonra gələcək zaman olmaz. A getdi. Baxaq, görək. Zaten burada bir dənə inkarlıq var. İkinci inkarlıq olmaz. B variantı yanlışdır. Paul 3-cü şəxsin təkində olduğuna görə feilimizin sonunda yes olmalıdır. D variantı olmaz. Baxaq, görək. Həm də ikinci tərəfdə. Yenə burada feilimizin sonunda yes olmalıydı. Deməli, keçmişlə indiki sadə zaman uzlaşmaz. Cavab nə qalır 146-da? C variantı. Yüz 147-ci sualımıza baxırıq. Zaman budağı cümləsində burada, yəni verilən sonra gələcək zaman olmaz. A variantı yanlışdır. Deməli, C variantı indiki sadə ilə indiki sadə zaman uzlaşar. Y variantında keçmişlə indiki sadə zaman uzlaşmır. Deməli, burada neva varsa ikinci tərəfdə ikinci inkarlıq verə bilmərik. Bilir ki, bir sadə cümlədə iki inkarlıq olmaz. B variantımız da yanlışdır. Deməli, burada my sister 3-cü şəxsin təkində olduğuna görə feilimizin sonunda yes olmalıydı. Həm də burada she var. Yenə feilimizin sonunda yes olmalıydı.
148-ci sualımıza baxaq. While var. İkinci tərəf hansı zamandadır? Budaq cümlə keçmiş sadə davam edici zamandadır. Deməli, bu baş cümlədə hansı zamanda olmalıdır? Keçmiş zamanda olmalıdır. İndiki zaman olmaz. A variantı yanlışdır. İndiki bitmiş zaman olmaz. Gələcək zaman olmaz. İndiki bitmiş zaman olmaz. Düzgün cavab nə qalır? D variantı. Keçmiş sadə davam edici zaman. As soon as var. Deməli, baş cümlə gələcək zamanda, budaq cümlə indiki sadə zamanda bir doğrudur. Keçmişlə keçmiş olar, olar. 2 də doğrudur. Keçmişlə indiki zaman olar, olmaz. Zaman budaq cümləsində də burada as soon as-dan sonra gələcək zaman olmaz. Ona görə cavab nə qalır? 1 ilə 2, B variantı. Baxaq. As soon as var. Deməli, baş cümlə gələcəkdə, budaq cümlə indiki sadədə ola bilər. 1 doğrudur. Keçmişlə keçmiş uzlaşır. 2 doğrudur. Deməli, yenə as soon as-dan sonra gələcək zaman olmaz. 3 yanlışdır. 4-də yenə will var. 4 də yanlışdır. 1 ilə 2 düzgün cavabına qalır. D variantı. When var. Deməli, When-dən sonra gələcək zamanımız hansı zamandadır? Keçmiş sadə zamandadır. Keçmiş sadə zamanda keçmişlə uzlaşır. A indiki zamandadır. B indiki bitmiş zamandadır. D gələcək sadə zamandadır. Y indiki sadə davam edici zamandadır. Keçmişlə keçmiş uzlaşır. C variantı. When-dən sonra gələn zamanımız keçmiş sadə zamandadır. Keçmiş sadə zaman deməli keçmiş uzlaşır keçmişlə. Gələcək zaman olmaz. İndiki bitmiş olmaz. İndiki sadə olmaz. İndiki sadə davam edici zaman olmaz. Düzgün cavabımız nə qalır? D variantı. While işlənib, deməli, while-in sağında solunda bitmiş zamanlar, gələcək zamanları olmaz. Keçmişdir. Keçmişlə hansı zaman uzlaşır? Keçmişlə. Ona görə də düzgün cavabımız burada nədir? A variantı. Gələcək zaman var. İndiki sadə zaman var. Deməli, while-in sağında solunda bitmiş zaman olmaz. Y variantı yanlışdır. C-də də bitmiş zaman var. Həm də ki, uzlaşma pozulur. C-ni qoysaq. Deməli, at that time yesterday var. Bu hansı zamanın zaman zərfidir? Deməli, keçmiş sadə davam edici zamanın zaman zərfidir. Avtomatik burada D variantını seçirik. Last month keçmiş sadə zamanın zaman zərfidir. Question sözü də burada cəmdə olduğuna görə was olmaz. Suallar soruşula bilər. O da məchul növdə verib. Düzgün cavabımız nə qalır? C variantı. da 1982-ci il deyirsə, deməli nədir? Bizə keçmiş zaman lazımdır. Ona görə də The World Cup at Football. Deməli, burada bizə 3-cü şəxsin təkində baxaq. Elə düzgün cavabımız nə qalacaq burada? Keçmiş sadə zaman A variantı. %157-ci sualımıza baxaq. 157-ci sualımızda da burada bizdə gələcək zaman olacaq. Burada gələcək zamanımız da hansıdır? C variantı. When var. When-dən sonra gələn zaman hansı zamandadır? İndiki sadə zamandadır. Deməli, indiki sadə zamanda uzlaşdığı zaman hansıdır? Ya indiki sadə, ya da ki, gələcək sadə. Burada da düzgün cavabımız qalacaq nə? 158-də B variantı. %59-cu sualımıza baxırıq. Budaq cümlə hansı zamandadır? Keçmişdir. Keçmişdə hansı zamanla uzlaşır? Keçmiş zamanla. Düzgün cavabımız qalacaq burada nə? D variantı. 160-cı sualımıza baxırıq. 160-cı sualda yenə burada uzlaşmaya fikir versək, deməli, now var. Deməli, now varsa nə olacaq? İndiki sadə davam edici zaman. İndiki sadə davam edici zaman hansı zamanda var? B variantında. İkinci tərəf harda olacaq? Deməli, olacaq indiki bitmiş zamanda. İndi birinci tərəfimiz olacaq indiki sadə davam edici zamanda. İkinci tərəfimiz olacaq nədə? İndiki bitmiş zamanda. 161-ci sualımıza baxırıq. Burada dəqiq vaxt, zaman varsa nə olacaq?
keçmiş, sadə davam edici zaman, o da nə olur? A variantı. Had, sat, daim, yesterday. Yenə burada dəqiq vaxt, zaman var. Nəyi verdik? Keçmiş, sadə davam edici zaman, o da qalır nə? C variantı. Burada uzlaşma, when var. Uzlaşmaya fikir versək, keçmiş var, elə A variantıdır. İndiki ilə keçmiş zaman uzlaşmır, gələcək zaman ola bilməz. When-dən sonra burada ikinci tərəfdə C olmaz. Deməli, indiki sadə davam edici zamanla keçmiş zaman uzlaşmır. İndiki bitmişlə keçmiş sadə davam edici zaman olmaz. 164-cü sualımıza baxırıq. Verilən sonra gələn zaman indiki keçmiş sadə zamandadır. Keçmişlə də hansı zaman uzlaşır? Keçmiş zaman. Ona görə düzgün cavabımız qalacaq nə burada? D variantı. 165-ci sualımızda next month deyir. Yəni növbəti ay hansı zaman zərfidir? Gələcək sadə zamanın zaman zərfidir. Dokument də öz-özünü imzalaya bilməz. Məchul növdə olur. Düzgün cavabımız nə qalacaq? D variantı. 166-cı sualımıza baxırıq. In summer deyir. Bilmirik hansı yaydan söhbət gedir. Keçən yaydan söhbət gedir. Gələcək yaydan söhbət gedir. Ona görə nə olacaq? Bir cümləmizin birini verəcək. Gələcək sadə zamanda. Birini verəcək hansı zamanda? Keçmiş sadə zamanda. Düzgün cavabımız nə qalacaq? 166-da D variantı. 167-ci sualımıza baxırıq. Bilmirik hansı iyundan söhbət gedir. Keçmişdəkindən ya gələcəkdəkindən. Will. Bir də nə olacaq? Took. Düzgün cavabımız nə qalır? 167-də C variantı. 168-ci sualımıza baxaq. Until var. Deməli, ikinci tərəfdə gələcək zaman olmaz. Deməli, verə bilərik. Gələcəklə indiki sadə zaman ilə düzgün cavabımız burada A variantıdır. Burada Z var. Xəbəri üçüncü şəxsin təkində verə bilmərik. Keçmişlə indiki sadə zaman olmaz. Keçmişlə gələcək sadə zaman olmaz. Ona görə düzgün cavabımız nə qalır? A variantı. 169-cu sualımıza baxaq. Deməli, burada da uzlaşmaya fikir verək. Everyone var. Xəbərimiz nədə olacaq? Təkdə baxaq, görək. Burada da üçüncü şəxsin təki var. İnsilar və British Museum. Düzgün cavabımız da burada nə olacaq? B variantı. Çünki burada ikinci tərəfdə nə verib? İndiki davam edici zaman verib. İndiki davam edici zamana burada uyğun, zaman zərfi falan heç bir göstərici yoxdur. Ona görə variant olaraq nəyi götürürük? B variantını. %170-ci sualımıza baxaq. Okey. Burada gələcəklə keçmiş zaman uzlaşmır. Deməli, şərt buda cümləsində gələcək zaman olmadığına görə B, D variantı yanlışdır. C variantımız da olmaz. Düzgün cavabımız nə qalır burada? Y variantı. Bu qədər. İnşallah ki, növbəti video izahlarımızda görüşənədək sağ olun, salamat qalın.